Salam əziz şagirdlər, bugün sizlərə 24 may 2026-cı il tarixində olmuş 2-ci qrup qəbul imtahanı A variantının suallarını izah edəcəm. 31-ci sualda deyilir, cədvələ əsasən doğru sıraları müəyyən edin. Hindistan yarımadası yağıntılar il ərzində qeyri-bərabər paylanır. Bu düzdür, Hindistana yağıntı əsasən yay aylarında düşür. Mesopotamiya ovalığı il boyu səpələnən radiasiya üstündür. Mesopotamiya ovalığında landşaft olaraq səhra landşaftı üstünlük təşkil edir. Radiasiya isə bu ərazilərdə düz radiasiyadır. Böyük səhra. İyul ayında buxarlanma qabiliyyəti maksimuma çatır. Bəli, Böyük səhra şimal yarımkürəsində yerləşir və iyul ayı ən isti aylardan biri olduğu üçün buxarlanma qabiliyyəti maksimuma çatar. Tasmaniya adası. Siklonda külək saat əqrəbinin əksinə hərəkət edir. Tasmaniya adası cənub yarımkürəsində yerləşir və siklonlar cənub yarımkürəsində saat əqrəbi istiqamətində hərəkət edirlər. Qrenlandiya adası. Səthində albedonun kəmiyyəti yüksəkdir. Bəli, Qrenlandiya adası buzlaq ərazidir və ona görə də albedonun kəmiyyəti yüksəkdir. Yava adası. Günəş bütün il boyu günorta vaxtı zenitdə olur. Yava adası ekvatorun kəsdiyi adalardan olduğundan günəş burada ildə 2 dəfə zenitdə olur. Mart və sentyabr aylarında. Düzgün cavab variantımız 1, 3 və 5-in olduğu variant C variantı. 32-ci sualda bildirilir. Doğru olmayan sıranı müəyyən edin. Vulkanik mənşəli Qaragöl vulkanik yaylıda yerləşir. Bəli, bu düzdür. Axmaz, Batabat gölü Ordubad düzündə yerləşir. Batabat gölü uçqun mənşəli göldür və Ordubad düzündə yerləşmir, dağlıq ərazidə yerləşir. Tektonik göldür, Sarısu gölü Gəncə Qazax düzündə yerləşir. Sarısu gölü Kürün Axmazlıdır, Gəncə Qazax düzündə yerləşmir. Bu da səhvdir. Axmaz göl, Ağgöl, Mildüzü, bəli, düzdür. Uçqun, Maral göl, Murovdağ silsiləsi, bəli, düzdür. Axmaz, Hacıqabul gölü, Salyan düzü yox, Şirvan düzündə yerləşir, səhvdir. Bizim üçün lazım olanlar səhvlərdir, ona görə də 2, 3 və 6-nı seçirik. Düzgün variant Y variantı. 33-cü sualımızda deyilir, Şimal yarımkürəsində tropik işıqlanma qurşağında yerləşən M məntəqəsində günorta vaxtı günəş şüalarının maksimum və minimum düşmə bucaqları arasındakı fərq 33,5 dərəcədir. Bu məntəqə hansı coğrafi enlikdə yerləşir? Deməli, bizim M məntəqəmiz tropik işıqlanma qurşağında yerləşir və şimal yarımkürəsindədir. Bura düşən maksimum və minimum arasındakı fərq 33,5 dərəcədir. Maksimum düşmə bucağı təbii ki 90 dərəcə olacaq. 90-dan çıxsaq 33,5 dərəcəni alacağıq 56,5 dərəcə. Bu, günəş şüalarının minimum düşmə bucağıdır. İndi bu, minimum düşmə bucağına əsasən biz tapasıyıq həmin məntəqənin koordinatını. Deməli, məntəqənin koordinatını necə tapırıq? Düsturumuza əsasən minimum düşmə bucağı bilirik ki, əksi yarımkürədə olur. Yazırıq 90 çıxaq, x üstə gələk 23,5 bərabərdir 56,5 dərəcə. Burada da çevrilmə eləyirik. X üstə gələk 23,5 bərabərdir 90 çıxaq 56,5. Buradan da bərabər olacaq 33,5-ə və x-imiz bərabər olacaq 10 dərəcə. Bu deməkdir ki, məntəqənin koordinatı 10 dərəcə cənub enidir. Düzgün cavab variantı A variantıdır. 34-cü sualda bizə rayonların adı verilib, Daşkəsən, Laçın, Kəlbəcər və faydalı qazıntılar verilir. Biz onları uyğunlaşdırmalıyıq. A-da deyilir Narzanlı yatağı. Narzanlı yatağı civə yatağıdır və Laçın ərazisində yerləşir. B-də Kastağ. Kastağ polimetal yatağıdır, Böyük Qafqazda yerləşir. Bunların heç birisinə aid deyil. İpək xromit yatağıdır, Laçın rayon ərazisində yerləşir. Hamançay, Dəmiroğlu, Daşkəsəndə yerləşən dəmir filizi yataqlarındandır. Göydərə, Kəlbəcərdə yerləşən xromit yatağıdır. Deməli, düzgün variantımız olur 1-ə D, 2-yə AC, 3-ə isə Y, yəni D variantı. 35-ci sualda bildirilir, xəritə sxemə əsasən buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərqin çox olduğu əraziləri və bunun səbəbini müəyyən edin. Baxaq xəritə sxemimizə. Deməli, buxarlanma və buxarlanma qabiliyyəti arasındakı fərqin çox olduğu ərazilər necə ərazilər olacaq? Bu o deməkdir ki, ərazidə günəş istisi var, yəni kifayət qədər istilik var, buxarlanma qabiliyyəti yüksəkdir, ancaq buxarlanacaq
su, material yoxdur. Bizə lazımdır isti və quraq ərazilər. Bu ərazilərə 1, 3, 5-i misal göstərə bilərik. 1, 3 və 5. Variantlarımıza baxaq. 1, 3 və 5-in olduğu bir variantımız var. A variantı. Səbəb isə sahillərindən soyuq okean cərəyanlarının keçməsi göstərilib. Bəli, bu düzdür. 1-dən soyuq Somali cərəyanı keçir. 5-dən soyuq Peru cərəyanı. 3-də isə soyuq Kaliforniya cərəyanı keçir. Düzgün cavab variantı A variantı. 36-cı suala baxaq. Xəritə sxemdə hərflərlə göstərilmiş ölkələrin əhalisinə aid olan ümumi xüsusiyyətlər. Ölkələrdən biri ABŞ-dır. İkincisi Avropa ölkələridir. Səhv eləmirəmsə İsveçrədir. Üçüncüsü Avstraliyadır. Deməli, təbii artımın birinci tipi xarakterikdir. Hər birisi inkişaf etmiş ölkə olduğu üçün birinci tip xarakterikdir. Əhalinin yaş tərkibində uşaqların sayı çoxdur. Əksinə, inkişaf etmiş ölkələrdə yaşlanma prosesi gedir. Əhalinin yaşlanması, millətin qocalması. Uşaqların sayı isə Afrika ölkələrində və digər təbii artımın ikinci tip olduğu ölkələrdə üstünlük təşkil edir. İqtisadi fəal əhalinin əsas hissəsi kənd təsərrüfatında çalışır. Bu da inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Əsas emiqrasiya mərkəzləridir. Emiqrasiya yox, immiqrasiya mərkəzləridir. Emiqrasiya həmin ərazidən çıxıb gedənlərin çox olduğunu bildirir. Emiqrasiya isə həmin əraziyə gələnləri bildirir. Bu ərazilər inkişaf etmiş ərazilər olduğu üçün bura etməkdə olan ərazilərdən gələnlər üstünlük təşkil edir. Əhalinin əsas hissəsi Hind-Avropa dil ailəsinə məxsusdur. Aiddir, bəli, bu da düzdür. Düzgün cavab variantımız 1, 5 və 6. C variantı. 37-ci sualda bizdən çayların töküldüyü dənizlər və mənsəbində yerləşən ölkələri uyğunlaşdırmaq tələb olunur. Birinci çayımız Mekong çayıdır. Mekong çayı Cənubi Çin dənizinə tökülür və ölkə olaraq Vyetnama uyğun gəlir. Deməli, 1-ə 2 D. İkinci Nil çayıdır. Nil çayı Aralıq dənizinə tökülür və Misir ərazisindən. 2-yə 4 C. Yukon çayı isə Bering dənizinə tökülür və ABŞ ərazisindən, Alyaska ştatından. Ona görə də düzgün cavab variantımız Y variantıdır. 38-ci sualda uyğunluğu müəyyən etməliyik. Aral dənizinin qurumasının səbəbi və bunun nəticəsi. Litosfer havalarının hərəkəti deyir. Litosfer havalarının heç bir səbəbə və ya nəticəyə uyğun gəlmir. Aralın quruması ilə bağlı. Duzlu toz fırtınalarının torpağı yararsız hala salması bu Aral dənizinin qurulmasının nəticəsi olar. Suvarmaya tələbatının artması quruma səbəbidir. Səhra landşaftının sahəsinin azalması bu heç birisinə uyğun gəlmir. Ona tökülən çaylarda su sərfinin artması bu da heç birisinə uyğun gəlmir. Bizdə bir səbəb və bir nəticə uyğun gəldi. Quruma səbəbi suvarmaya tələbatın artması, nəticə olaraq da duzlu toz fırtınalarının torpaqları yararsız hala salması. Düzgün variant D variantıdır. 39-cu sualda xəritə sxemdə hərflərlə göstərilən ölkələr üçün ümumi xüsusiyyətləri vurğulamamızı istəyir. Ölkələrimizdən A ölkəsi Somalidir, B ölkəsi Liviyadır, C ölkəsi isə Yəməndir. Bildirilir ki, birinci sətirdə tropik hava kütlələrinin təsirinə məruz qalırlar. Somali subekvatorial iqlim qurşağında yerləşir. Buna görə də qışda tropik hava kütlələri təsir göstərir. Yəmən və Liviya isə tropik iqlim qurşağında yerləşir. Ona görə də tropik hava kütlələrinin təsirinə hər birisi məruz qalırlar. İnsanın inkişaf indeksinin yüksək olduğu ölkələrdir. Xeyr, inkişaf etməkdə olan ölkələr olduğu üçün insanın inkişaf indeksi burada aşağıdır. İqtisadi fəal əhalinin əsas hissəsi iqtisadiyyatın 3-cü və 4-cü sektorunda çalışır. 3-cü və 4-cü sektorda çalışanlar inkişaf etmiş ölkələrdə üstünlük təşkil edir. Etməkdə olanlarda isə 1-ci və 2-ci sektordur. Yəni hasilat və emal sənayesi. Əhalinin əsas hissəsi Afro-Asiya dil ailəsinə mənsubdur. Bəli, Şimali Afrika ölkələridir əksəriyyəti və onlar Afro-Asiya dil ailəsinə məxsusdurlar. Ərazidə günorta vaxtı şaquli cismin kölgəsinin olmaması müşahidə edilir. Günorta vaxtı tropik işıqlanma qurşağında yerləşən ərazilərdə cismin kölgəsi demək olar ki, olmur. Bunu uyğun götürə bilərik. OPEC təşkilatına üzvdür. Yəmən və Somali OPEC təşkilatına üzv olmadığı üçün bunu ortaq cəhət kimi götürə bilmirik. Düzgün variant olaraq 1, 4 və 5-i götürürük. A variantı. 40-cı tapşırığımızda deyilir ki, A və B xətti üzrə relyef profilinə uyğun olan diaqram müəyyən edin. Nəzərə alın ki, kəsmə yüksəklik 5 metrdir. Deməli, baxırıq, A nöqtəmiz buradadır, B nöqtəmiz buradadır. Burada 100 dərəcəlik horizontal görürük. 100 dərəcəlik horizontaldan A məntəqəsinə qədər 1, 2, 3 dənə aralıq var. 3 dənə 5-in 15. 100-dən 15 çıxsaq 85 metr edəcək. Sonra keçirik B tərəfə. Burada yenidən 100 metrlik horizontal görürük və ondan bir horizontal yuxarıda yerləşir. Deməli, buranın hündürlüyü də olacaq 105 metr. Deməli, A-nın hündürlüyü oldu 85, B-ninki isə 105.
Profilimiz isə necə qurulur? Hərəsi yamacın əks tərəflərində yerləşirlər. A-nın hündürlüyü deməli 85-dir. B-nin hündürlüyü isə 105-dir. Bu formada bir profil qurulmalıdır. Baxaq variantlara. Variantlardan bizə bir dənə D variantı uyğun gəlir. 41-ci sualda bildirilir, fiziki coğrafi rayonlar və onlara uyğun xüsusiyyətləri müəyyən etməliyik. A xüsusiyyətində bizə bildirilir ki, əkinçiliyin inkişafı qış otlaqlarının sahəsini azaldır. Biz bilirik ki, yuxarıda sadalınan fiziki coğrafi rayonlardan Kür-Araz zonası qış otlaqları ərazisidir və oranın həddən artıq əkilməsi, biçilməsi qış otlaqlarının sahəsini azaldır. Meandr və axmazların yaranmasına imkan genişdir. Meandr və axmazlar da Kürçay sahilində daha çox yaranır. Bu da Kür-Araza uyğun gələr. Sonra yayı quraq keçən mülayim isti iqlim yarımtipidir. Biz bilirik ki, Böyük Qafqazın cənub-şərq yamacında, Kiçik Qafqazın cənub-şərq yamacında da müəyyən bir ərazidə var. Bura uyğun gələr Dağlıq Şirvan zonası. Göllərə əsasən uçqun bənd mənşəlidir. Hansı ki, Maral göl, Göygöl hamısı Gəncədə yerləşirlər, Gəncəyə uyğun gələr. Sonrakı xüsusiyyətimizdə deyilir ki, metallurgiya sənayesinin inkişafı üçün yerli xammal ehtiyatlarına malikdir. Bu da Gəncə zonası olur. Deməli, düzgün variantımız Y variantı, doğru cavab variantıdır. Növbəti sualımızda Eylerben diaqramına əsasən ekvatorial meşələr, qütb səhraları və yarpaqlı meşələrin müqayisəsidir. Deməli, bildirilir, rütubətlənmə əmsalı vahiddən böyükdür. Hər birisində rütubətlənmə əmsalı vahiddən böyükdür. Ona görə də 4-ə 1 uyğunlaşdırırıq. Aqroiqlim ehtiyatları ilə zəif təmin olunub. Qütb səhraları və iynəyarpaqlı meşələr aqroiqlim ehtiyatları ilə zəif təmin olunub. Ona görə 3-ə 2 uyğun gələr. Əsasən həmişəyaşıl ağaclardan ibarətdir. Ekvatorial və iynəyarpaqlı meşələr həmişəyaşıl ağaclardan ibarətdir. 2-yə 3 uyğunlaşar. Ərazisində fəsillər aydın müşahidə edilmir. Ekvatorial meşələr və qütb səhralarında fəsillər aydın müşahidə edilməz. Günəşin zenitdə olmadığı ərazilərdə yayılıb qütb səhraları və iynəyarpaqlı meşələr 3-ə uyğun gələr. 5. Sonra kimyəvi və üzvü aşınma intensivdir. Ekvatorial meşə və iynəyarpaqlı meşələrdə kimyəvi və üzvü aşınma intensivdir. Bizim variantımız olacaq. Bir də əsas iqlim qurşağında yerləşir. Altını oxumadıq. Əsas iqlim qurşağı da hər biri üçün uyğundur. Ortaq cəhətdir hər biri üçün. Deməli, 4-ə uyğun gəldi 1, 6. 3-ə uyğun gəldi 2, 5. 2-yə 3, 7 və 1-ə 4. Düzgün cavab variantımız B variantı. 43-cü sualda uyğunluğu müəyyən edin deyir. Qədim platforma, geosinkronal qurşaq və cavan platforma. Orta Rusiya yüksəkliyi qədim platformadır. 1-ə uyğun gələr. Meksika yaylası geosinkronal qurşaqda yerləşir. 2-yə B. Qərbi Sibir ovalığı, Ön Qafqaz və Turan ovalığı bunlar cavan platformalardır. Ona görə 3-ə C uyğun gələr. Pont dağları bilirik ki, Alp-Himalay qurşağında yerləşən, Türkiyə ərazisində yerləşən dağlardır. Geosinkronal əraziyə uyğun gəlir. Ona görə 2-yə D. Amazon ovalığı da qədim platformadır. 1-ə uyğun gələr. 1-ə Y. 1-ə AY, 2-yə BD, 3-ə isə C. Doğru variantımız B variantı olacaq. 44-cü sualımızda A iqtisadi rayonunun relyefi kürboy düzənliklərdən, yüksəkliklərdən, dağlardan ibarətdir. Bu rayonda qızıl, mis, əhəng daşı, daş sallaqlı bentonit gili, Ağdağ seolit yataqları vardır. A iqtisadi rayonuna aid olmayan xüsusiyyətlər müəyyən edin deyir. Burada artıq daş sallaqlı bentonit gili, Ağdağ seolit yataqları dedikdə biz bilirik ki, bu Qazax Tovuz iqtisadi rayonudur. Rayona uyğun gəlməyənlər seçməliyik. Bildirilir ki, üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir. Bəli, bu uyğundur. Tərkibinə daxil olan bütün inzibati rayonlar xarici ölkə ilə həmsərhəddir. Bu ərazidə Şəmkir rayonu yerləşir. Şəmkir rayonu xarici ölkə ilə sərhəd deyil. Rayon ərazisindən Bakı, Tbilisi, Ceyhan, Bakı, Subsa neft kəməri keçir. Bəli, bu uyğundur. Enerjiyə olan tələbat Arpaçay sesi hesabına təmin olunur deyir. Arpaçay Naxçıvanda yerləşir. Bunun əraziyə aidiyyatı yoxdur. 5-də deyir, kənd təsərrüfatı yalnız suvarma şəraitində mümkündür. Gördüyümüz kimi deyir ki, ərazisi həm yüksəklikdən, həm dağlıqdan, həm də düzənlikdən ibarətdir. Deməli, həm suvarma, həm də dəmiyə şəklində əkinçilik mümkündür. Bir iqtisadi rayonla həmsərhəddir. Bəli, bir iqtisadi rayonla sərhəddir. Deməli, bizim düzgün variantımız olacaq uyğun gəlməyənlər 2, 4 və 5. Düzgün variant A variantı. 45-ci sual. Orta illik temperaturu müsbət 20 dərəcə Selsidən yüksək və düz günəş radiasiyasının il boyu hakim olduğu ərazilər üçün səciyyəvi əlamətlər.
Rütubətlik əmsalı vahiddən kiçikdir. Təbii ki, rütubətlik əmsalı vahiddən kiçik olacaq. Yalnız ovalıqlar üçün xarakterikdir. Yalnız ovalıq deyə bilmərik biz buna. Çay əmələ gəlmə imkanları zəifdir. Təbii ki, çay əmələ gəlmə imkanları zəif olacaq. Düz radiasiya, isti şərait. Enən hava axınları üstünlük təşkil edir. Əsasən bu tropik quruşlar üçün səciyyəvidir. Enən hava axınları üstünlük təşkil edər. Qalxan hava olsaydı səpələnən radiasiya olardı. Sutkalıq temperatur amplitudu yaranmır. Biz bilirik ki, səhralarda sutkalıq temperatur amplitudu illik temperatur amplituduna nisbətən böyük olur. Kimyəvi və üzvü aşınma intensiv gedir. Burada ekstremal şəraitdir və o qədər də bitki ehtiyatı bitkilərin o qədər zəngin ərazi olmaz. Ona görə kimyəvi aşınma və üzvü aşınma olmaz quraq ərazi olduğu üçün. Bizdə olur variant 1, 3 və 4. Y variantı. 46-cı sual. Ölkəmizin əhalisi ilə bağlı doğru fikirləri müəyyən edin. Əhalinin yaş tərkibində uşaqlar üstünlük təşkil edir. Bizdə uşaqlar üstünlük təşkil etmir, orta yaşlılar üstünlük təşkil edir. Quba, Xaçmaz, Lənkəran, Astara iqtisadi rayonlarında türk dilli olmayan xalqlar yaşayır. Bəli, Quba, Xaçmazda tatlar, Lənkəran, Astara zonasında talışlar yaşayır, düzdür. Acınoxur, Ceyrançöldə əhalinin sıxlığı yüksəkdir, əksinə sıxlıq seyrəkdir, çünki arid quraq iqlim şəraitidir. Bakı iqtisadi rayonunda əhalinin milli etnik tərkibi mürəkkəbdir, bəli, çox mürəkkəbdir. Şəki-Zaqatala iqtisadi rayonunda məskunlaşan Avar, Ləzgi, Saxur, Qafqaz dil ailəsinə mənsubdur. Bunlar bəli, mənsubdurlar. Kənd əhalisinin əsasən miqrasiya hesabına artır. Əslində kəndlərdən bu dəqiqə şəhərə axın miqrasiya üstünlük təşkil edir. Ona görə də kəndlərdə əhali miqrasiya hesabına artmaz, təbii artım hesabına artar. Bizə uyğun olanlar lazımdır. Deməli 2, 4 və 5. C variantı düzgün cavab. 47-ci sual. Metallurgiya kombinatları əsasən yerli və idxal edilən daş, kömür və dəmir filizi ilə işləyən ölkələr lazımdır bizə ki, deməli birinci sırada olan ölkələrin həm dəmir filizi, həm daş, kömür yataqları olsun. İkinci sırada olan ölkələr isə onların kombinatları olsun, ancaq xaricdən alsınlar. Burada uyğun gələr. Deməli, A variantında Kanada, İsveç, Böyük Britaniya, İsveç hər ikisinə sahib deyil. Yəni daş, kömür biz İsveçdə demirik. B variantında Qazaxıstan, Hindistan, Yaponiya təbii sərvətlərdən kasıbdır. C variantında Çin, Rusiya, Car, bəli, həm dəmir, həm kömür yataqları var. Fransa, İtaliya, Yaponiya isə əsas alıcılardır. Burada düzgün cavab C variantı olacaq. D variantında Fransada biz dəmir yataqları demirik. Y variantında isə Rumıniyanın adı çəkilmir. Ona görə doğru variantımız C variantı olacaq. 48-ci sual. Uyğunluğu müəyyən edin. Qazaxıstan, Türkmənistan. Deməli, ərazisində Buzlaçı yarımadası yerləşir. Bu Qazaxıstana aiddir. Qırğızstanla sərhəddi mövcud deyil. Türkmənistanın Qırğızstanla sərhəddi mövcud deyil. Əhalisinin əsas hissəsi türk dil qrupunun Bulqar qoluna aiddir. Bu ölkələrdən heç birisi Bulqar qoluna aid deyillər. Ərazisində çöl və meşəçöl təbii zonası yayılmışdır. Bu Qazaxıstandır. Həm çöllər var, həm meşəçöl. Çayları yalnız daxili axarsu hövzəyə aiddir. Qazaxıstanın çaylarının bəziləri Şimal Buzlu okeanına gedir dolayısıyla. Ona görə də Türkmənistana aid olar ki, yalnız daxili axarsu hövzəyə aid olsun. Düzgün variantımız A, D, B, Y, A variantı. 49-cu sual. Üzvü aşınmanın zəif getdiyi məntəqələri müəyyən edin. Bizə lazımdır bitki örtüyü ilə zəif olan ərazilər, yəni bu yarım səhrada ola bilər. Biz götürərik 1-i, 5-i və 6-nı götürə bilərik. 1, 5, 6 və Naxçıvanda 4. 1, 4, 5, 6. D variantı. 50-ci sual. Müvafiq olaraq suvarmada əsasən yayda və qışda istifadə olunan çaylar. Suvarmada çayın yayda istifadə olunması üçün ərazinin yayı quraq keçməlidir. Qışda istifadə olunması üçün isə qışı quraq keçməlidir. Deməli, Mekong və İravadi çayları, bunlar muson rejimli çaylardır və yayda bol su alırlar. Bunlardan yayda suvarmada istifadə olunmaz. Yenisey, Lena, bunlardan ümumiyyətlə suvarmada o qədər də istifadə olunmur. Po və Fərat yayı quraq keçən ərazidən keçirlər və yayda suvarmada istifadə olunarlar. Qanq və Mekong isə yayda bol sulu olurlar. Qış aylarında bu ərazi quraq keçir nisbətən və istifadə oluna bilərlər. C variantı uyğun gələr. D variantında Ob və Niger-Ob çayı istifadə olunmur o qədər də suvarmada. Xuanxe və Yansızı çayları bu ərazilər yenə yayda rütubətli olan ərazilərdir və suvarma üçün ehtiyac qalmaz. Düzgün variantımız C variantı olacaq. 51-ci sualda bildirilir. Diaqramda Azərbaycanda yayılan iqlim tiplərinin faizlə nisbətinin təqribi bölgüsü verilib. Bu iqlim tiplərinə aid olan düzgün fikirləri qruplaşdırın. Deməli, birinci iqlim tipini faizlə 50%dir. Bu yarım səhra quru çöl iqlimi olacaq. İkinci 30%dir. Bu mülayim isti iqlim olacaq. Üçüncü isə 20%dir. Bu soyuq iqlim olacaq. Uyğunlaşdıraq.
Şollar düzü üçün səciyyəvidir. Şollar düzü yarımsəhra quru çöl iqlimində yerləşir. Ona görə bu 1-ə uyğun gələcək. Orta Araz təbii vilayətində rast gəlinmir. Naxçıvanda mülayim isti iqlim yoxdur. Ona görə 2-yə uyğun gələcək. Lənkəran ovalığı Qanıq Əyri çay çökəkliyində yayılıb. Mülayim isti iqlimdir. Bu da 2-yə uyğun gələcək. Pambıq əkinlərinin yayıldığı ərazilər üçün səciyyəvidir. Yarımsəhra quru çöl. Respublikamızın yüksək dağlıq hissələrində yayılıb. Bu da soyuq iqlimdir. 3-ə uyğun gələcək. Deməli 3-ə Y olan bir variantımız var elə. Y variantı olacaq. Növbəti sualımız məsələdir. Meridian üzrə ekvatordan 0 dərəcəlik azimutla, deməli ekvatordur. Ekvatordan 0 dərəcəlik azimutla, yəni şimal istiqamətində 8769 kilometr hərəkət etməliyik. Bunu dərəcəyə çevirsək 8769-u böləcəyik 111-ə ki, 1 dərəcəmiz üçün olan, yəni tapaq görək neçə dərəcə yol gedib, alınacaq 79, yəni gəlib çatdığı məntəqə 79 dərəcə şimal ilə olacaq və həmin məntəqədən deyir, cənub tropikinə qədər olan ən qısa məsafəni hesablayın. Cənub tropiki yerləşir 23,5 dərəcədə. Ora qədər olan məsafə elə bu məsafədir. Yəni 79 üstə gələk 23,5-dir. 79 üstə gəl 23,5 və bərabər olacaqdır 102,5-ə. 102,5-ə. Onu da kilometrə çevirmək üçün yenidən 111-ə vuracağıq və düzgün cavab variantımız 11377,5 kilometr olacaq. 52-ci sualda bildirilir ki, okeanın müxtəlif çökəkliklərinə ekholotdan göndərilən səs siqnalı birinci çökəkliyin dərinliyinin 6900 metr, ikinci çökəkliyin dərinliyinin isə 4800 metr olduğunu müəyyən edib. Bu çökəkliklərə səs siqnalının gedib qayıtma, bunu nəzərə almaq lazımdır. Gedib qayıtma müddəti arasındakı fərqi hesablayın deyir. Birinci bu çökəkliklər arasındakı fərqi hesablasaq, 6900-dən 4800-ü çıxsaq, deməli alasıyıq 2100 metr. 2100 metri bölsək səsin suda sürətinə, yəni 1500-ə alacağıq. Deməli 1,4 saniyə və bizə həm getmək, həm qayıtmaq lazım olduğu üçün onu da 2-yə vuracağıq. Olasıdır 2,8 saniyə. Düzgün cavabımız 2,8 saniyə olacaq. 54-cü sual. Deməli, doğru fikirləri müəyyən etməliyik. Ölkənin qonşu ölkələrə nəzərən mövqeyi makro mövqeyi adlanır. Makro mövqeyi böyük ərazi üçün nəzərdə tutulan mövqeyidir. Bu mikro mövqeyi olardı, səhvdir. Xəzər sahilində yerləşən yalnız iki ölkənin dünya okeanına birbaşa çıxışı mövcud deyil. Gəlin sayaq. Deməli, Qazaxıstanın, Türkmənistanın və Azərbaycanın dünya okeanına çıxışı yoxdur. Deməli, bu üç ölkədir. Bu səhvdir. Braziliya, Avstraliya, Kanada dövlətləri dünya okeanında geniş iqtisadi zonaya malik ölkələrdir. Bu 10-cu sinif dərsliyində ümumiləşdirici tapşırıqların içərisində idi, səhv eləmirəmsə bu tapşırıq var idi. Bəli, bu doğrudur. Çünki hər birisi bir neçə tərəfdən dünya okeanına çıxırlar və orada 200 dəniz milinə qədər olan ərazi nəzərdə tutulur. Bu doğrudur. Nigeriya və Hindistan əhalinin milli etnik tərkibinə görə federativ ölkələrdir. Bəli, bu ölkələr üç dənə idi. Nigeriya, Hindistan və Rusiya. Mərakeş və Yaponiya konstitusiyalı monarxiya ölkələri qrupuna daxildir. Bəli, bu da düzdür. Vyetnam, Butan və Laosun dünya okeanına birbaşa çıxışı var. Butan və Laosun bildiyimiz kimi dünya okeanına çıxışı yoxdur. Ona görə bizim üçün olacaq düzgünü 3, 4 və 5. 55-ci sual. Xəritə sxema və cədvələ əsasən doğru sıraları müəyyən edin deyir. Deməli, A. Lənkəran ovalığıdır. B. Arazboyu düzənliklərdir. D. Cənub-şərqi Şirvan düzüdür. C isə Qanıq Əyri çay vadisidir. Birdə deyilir ki, düzən meşə landşaftı yayılıb A və C-də. Bəli, Lənkəran ovalığında, Qanıq Əyri çay vadisində və Şollar düzündə düzən meşə landşaftı yayılıb. Şagirdlərimə ən çox xatırlatdığım mövzulardan biridir. 2-də bildirilir ki, qışı soyuq keçən yarımsəhra quru çöl iqlim yarımtipi səciyyəvidir. B və D-də bilirik ki, qışı soyuq keçən yarımsəhra Naxçıvandadır, ancaq D-də qışı mülayim keçən yarımsəhradır. Ölkəmizdə əhali sıxlığı ən az olan düzənliklərdir A və C. Bilirik ki, hər birisində əsasən Lənkəran zonasında sıxlıq kifayət qədər mövcuddur. Paleogen yaşlı çökmə suxurlar geniş yayılmışdır A və D-də. A və D-də, yəni düzənliklərdə Azərbaycanda 4-cü dövr çökmə suxurlar üstünlük təşkil edir. Ona görə də biz bunu düzgün götürə bilmərik. 5-də deyir ki, orta illik yağıntının miqdarı 500 mm-dən azdır. Bu B və D-dir. B. Naxçıvanın arazboyu düzənlikləridir. D isə Cənub-şərqi Şirvan düzüdür. Hər birisində də yağıntının miqdarı azdır.
Bu da düzgün olar. Bizə uyğun gəldi 1 və 5. 56-cı sual Azərbaycanın kənd təsərrüfatı ilə bağlı doğru fikirləri müəyyən edin deyir. Yarımsəhra və quru çöl şəraitində suvarma əkinçiliyi inkişaf etmişdir. Bu təbii ki, düzdür. Mülayim isti iqlim şəraitində həm tumlu, həm də qərzəkli meyvəçiliyi inkişaf edib. Mülayim isti iqlim şəraitində tumlu meyvəçiliyi bilirik Quba zonasındadır, qərzəkli isə Şəki-Zaqatala zonasındadır. Hər ikisində mülayim isti iqlimdir. Bu da doğrudur. Şabaldı və qəhvəyi torpaqların yayıldığı ərazilər əkinçilik üçün əlverişli deyil, əksinə daha çox əlverişlidir. Boz və sarı torpaqlarda sitrus meyvəçiliyi inkişaf edib. Bizdə sitrus meyvəçiliyi Lənkəran zonasındadır. Lənkəran, Astara, orada isə sarı torpaqlardır, boz torpaqlar deyil. Yay otlaqları soyuq iqlim tipində formalaşıb. Bəli, bu düzdür. Taxılçılıq və üzümçülük yalnız dəmiyə şəraitində inkişaf edib. Taxılçılıq Azərbaycanda həm dəmiyə, həm də suvarma şəraitində mövcuddur. Deməli, bizə düzgün cavab 1, 2 və 5. Muson iqlim tipi bu ölkələrdən Yaponiya üçün xarakterik olar. 3 yarımkürədə yerləşir. Ölkələrdən İspaniya, deməli, Qrinviç tərəfindən kəsilir. B-ni uyğunlaşdırarıq. Əhalinin əsas hissəsi German dil qrupuna aiddir. Təbii ki, Germaniya, Almaniya. Zeytun istehsalına görə qabaqcıl yerdədir İspaniya. Və ərazisində Köbə limanı var. Bilirik ki, Köbə limanı Yaponiya ərazisində yerləşir. Deməli, 1-ə A-Y, 2-yə S, 3-ə isə B, D doğru cavabdır. Situasiyamıza baxaq. Situasiyamızda bildirilir ki, A dağları 2 yarımkürədə yerləşir. Bu dağların yamaclarına isti okean cərəyanları təsir edir. 2 işıqlanma qurşağında yerləşir. Deməli, bunu ya tropik xətti, ya da qütb dairəsi kəsir. İnkişaf etmiş ölkələrin ərazisində A dağlarının yerləşdiyi yarımadanın sahillərin bir neçə dəniz suları yuyur. Bu dağların şimal hissəsində gecə və gündüzlərin adi növbələşməsi pozulur. Aha, bu demək ki, qütb dairəsinin kəsdiyi bir yarımadadır. A dağları dövrlərinin sayı ən çox olan geoloji erada yaranıb. Deməli ki, bu Paleozoy erasıdır. Paleozoy erasında yaranmış qədim dağlardır. Onun ərazisində bol su və sürətli axan çaylar var və yerləşdiyi ölkənin həm doğum, həm də ölüm səviyyəsi aşağıdır. Deməli, bu 4-cü keçiddə yerləşir. İnkişaf etmiş ölkələrdə təbii ki, bu uyğundur. Deməli, bu yarımada təbii ki, Skandinaviya yarımadası olacaq. Yerləşdiyi yarımada dağlar Skandinaviya dağları olacaq, hansı ki, Paleozoy erasında yaranıb və qütb dairəsi kəsir onu. İndi suallara baxaq. 58-də deyir ki, mətnə əsasən A dağlarını dedik, Skandinaviya dağlarıdır və onun ən yüksək zirvəsinin adını 9-cu sinif dərsliyindən bilirik. Qalxopikkin dağıdır. Dağın yerləşdiyi işıqlanma qurşaqlarının, deməli, mülayim və şimal qütb işıqlanma qurşaqlarında yerləşir. A dağları ilə eyni geoloji erada yaranmış dağ silsiləsini müəyyən edin. A dağları ilə eyni geoloji erada yaranmış dağ silsilələrinə biz Paleozoy erasında yaranmış silsilələrə misal göstərə bilərik. Məsələn, Ural dağlarını və s. Mətnə əsasən A dağlarına uyğun gələn xüsusiyyətləri müəyyən edib cədvəldə müvafiq olaraq yazın. Cədvəl siz abituriyentlərin cavab kartında olacaq. İndi orada hansı xüsusiyyətləri bildirirsə, artıq biz dağı müəyyən etmişik. Uyğunlaşdırıb yaza bilərdiniz. Bilmisiniz, yəqin ki, ümid edirəm ürəkdən. 60-da isə bildirilir ki, A dağlarının yerləşdiyi ölkələrin adlarını Skandinaviya yarımadasında İsveç, Norveç və Finlandiya yerləşir. Bu ölkələrin əhalisinin əsas hissəsinin aid olduğu dil qruplarını, deməli, Norveç və İsveç Hind-Avropa dil ailəsinin German dil qrupuna aiddir. Finlandiya isə Ural dil ailəsinin Fin-Uqor dil qrupuna aiddir. Təbii artımın tipi inkişaf etmiş ölkələr üçün xarakterik tip olacaq. Birinci tip. Demoqrafik keçidin mərhələsi isə mətndə qeyd olunduğu kimi aşağı doğum, aşağı ölüm. Bu da 4-cü mərhələyə aid olacaq. Əziz şagirdlər, sualların izahı bu qədər. Ümid edirəm ki, izahdan razı qaldınız. Sizin üçün qaranlıq qalan məsələlərə az da olsa işıq sala bildik. İmtahanda iştirak edən hər bir şagirdin nəticələrinin uğurlu çıxmasını diləyirəm və heç bir şagirdin əziyyətinin itməməsini arzulayıram.